Salam əzizləyicilər, əziz qardaşlar, xoş gördük hər birinizi. Əziz qardaşlar, bugün noyabr ayının 30'u 2025-ci il. Əziz qardaşlar, buyurun baxın, bax belə 3 baş yanı balalı inək satılır. Videoya sona qədər baxın, mallardan tam məlumatınız olsun. Əziz qardaşlar, gördüğünüz bu inək mal sahibinin dediyinə görə 3-cü qarına doğub, təmiz İvanovka cinsidir. 8 gündür doğub, yanında bir dənə super İvanovka cinsi dişi balası var. Südü səhər axşam mal sahibinin dediyinə görə 18-19 litr, qiyməti 4500 manata mal sahibi deyir. Real alıcı olsa qiymətdə razılaşma yeri var. Buyurun baxın əziz qardaşlar, kim də almaq istəyirsə geçsin yerində sağsın, yoxlasın, alsın. Videoya sona qədər baxın, mallardan tam məlumatınız olsun. Kim də istəyirsə mənə yazsın, həm statusum, həm qrupum sizə düşsün. Bütün satılan buyurun baxın əziz qardaşlar. Əziz qardaşlar, gördüğünüz bu inəkdə mal sahibinin dediyinə görə 2-ci qarına doğub, təmiz İvanovka cinsidir. 6 gündür doğub, yanında bir dənə super simental dişi balası var. Südü səhər axşam mal sahibinin dediyinə görə 18 litr, qiyməti 4500 manata deyilir. Real alıcı olsa qiymətdə razılaşma yeri var. Videoya sona qədər baxın əziz qardaşlar. 3-cü maldan da məlumatınız olsun. Gördüğünüz kimi əmcəkləri də uzundur, sağmağa rahatdır. Kim istəyirsə geçsin yerində sağsın, yoxlasın, alsın. Ünvan Cəllabad rayonu. Əziz qardaşlar, gördüğünüz bu inəkdən mal sahibinin dediyinə görə 1-ci qarına doğub, təmiz İvanovka cinsidir. 3 aydır doğub, super yanında bir dənə erkək balası var. Özü də mal sahibinin dediyinə görə 2 aylıqda buğasını alıb. Südü səhər axşam mal sahibinin dediyinə görə 9-10 litr, qiyməti 3800 manata deyilir. Real alıcı olsa qiymətdə razılaşma yeri var. Ünvan Cəllabad rayonu. Kim almaq istəyirsə gedib yerində sağıb, yoxlayıb ala bilər. Əziz qardaşlar, buyurun baxın. Almaq istəyənlər əlaqə saxlaya bilər. Əlaqə nömrəmiz səhifədə qeyd olunub. Gördüğünüz kimi yanında super bax belə erkək balası var. Ay maşallah. Gələcəyə buğalıq danadı gördüğünüz kimi. Yəni danıya söz yox. Almaq istəyənlər əlaqə saxlasın, geçsin yerində də sağsın, yoxlasın, alsın.